Məncə dəyişməyəcək vəzirlər, çünki vəzir ona lazımdır. Mərkəzi 2 piyada ilə tutmuşuq. Gəlin vəzirə bir dənə hücum eləyək. Görək vəziri hara gedəcək. Dostlar salamlayıram. Gəlin Zamana qarşı seriyamızın növbəti bölümünü çəkək və görək rəqibimiz Mustafa Nasır bizlə necə oynayacaq. Mustafa Nasır Siciliya müdafiəsi ilə başladı. Mustafa Nasır. Görək indi nə edir rəqibimiz. Gəlin bunu götürəyin qabağa hücum eləyəyin və mərkəzə ələ keçirdəyin. Rəqib Siciliya müdafiəsi oynadı, ancaq keçdi biraz. İndi biraz biz diqqətli oynasaq oyunu apara bilərik biz. Və çəkib şah vermək istəyir rəqib. Ona görə də gəlin əvvəlcədən bu gedişi eləyək ki, o gedişi rəqibə buraxmayaq. Bəli, rəqib mərkəz piyadamıza hücumu gücləndirdi. Deməli, nə edirik? Belə bir gediş etmək olar. Vursa fillə vururuq. Həmçinin də vəzirin şah verməyinin qabağını alırıq. Və qala qurmalıyıq biz təcili sürətdə. Təcili sürətdə qala qurmalıyıq. Bəli, rəqib fillə gəldi diaqonala, ona görə piyadanı qabağa etməliyik. Biz həm də F xəttini açdıq. İndi belə bir şey var. Rəqib fiqurlarını atsa gedir, istəmir qala qurun. Deməli, bizim onu vurmamız xeyr eləyirmi? Yox, qala quranmayacaq deyəsən. Deyəsən qala quranmayacaq. Gəlin atımızı çıxaq, görək rəqib sonra nə edəcək. Atı çıxaq. Atı çıxaq, sonra vəzirə hücum eləyək, fillə vurdu, atla vururuq. Qoy görək nə edirik. Bəli, bunu vuraq. Sonra nə edə bilər rəqib? Məsələn, atı belə oynamaq olar. Atı məsəl üçün belə oynamaq olar, bu piyadanı saxlamaqdan ötürü. Və sonra bunun vəzirinə hücum etmək olardı deyəcəkdim. Rəqib artıq hücuma başladı. Vəzirləri dəyişə bilər. Məncə dəyişməyəcək vəzirlər, çünki vəzir ona lazımdır. Mərkəzi 2 piyada ilə tutmuşuq. Gəlin vəzirə bir dənə hücum eləyək. Görək vəziri hara gedəcək. Rəqibin vəzirini artıq tutduq biz. Rəqibin artıq vəzirini fillə tutduq. Bəli, rəqib artıq cəhənnəmə getdi. Rəqib artıq cəhənnəmə vais oldu. Yaxşı, rəqib rizan verdi, gözəl. Əladır, bəli. Vəziri tez tələsik ortaya çıxanda dostlar, həmişə axırı belə olur. Yəni, hər fırlayırsan, axırda vəzirini tutulur. Və gördüyünüz kimi də rəqib də səhvən gətirdi. Şahın önünə qoydu və filin diaqonalından biz vəziri tutduq. Ona görə də çalışın, vəziri tez tələsik çıxmayın oyuna. Çünki çıxanda fəsadları bu cür olur. İzlədiyiniz üçün sağ olun dostlar, minnətdaram, hələlik.